Sabahdan mübarək Rəcəb ayı daxil olur. Çox gözəl aydır, mübarək bir aydır, sevinc dolu bir aydır. Həyatımızın keyfiyyətini düzəltmək üçün gəlir, keyfiyyətli həyat yaşamağımız üçün gəlir. Bir günündən, birinci gecəsindən dinin gözəlliyinə bax, qusul al. Qusul almaq nədir? Təmizlikdir, gözəllikdir. İnsan geçsin paltarını dəyişsin, bu ayı qarşılasın. 2 rükət namaz qıla, bu ayı qarşılaya. Ay ərzində imkan olarsa, 1 gün, 2 gün, 3 gün, nə qədər gücü çatar, adam var 1 ay tutur, oruç tuta bilərsə, çox yaxşı olar. Bütün bunlar bizə lazımdır. Allahın nə bizim namazımıza, nə orucumuza ehtiyac yoxdur. Bizi sevdiyindən həyatımızın keyfiyyətli olması üçün bu ayları qərar verib, bu hökmləri qərar verib. Ramazan ayı qarşıdan gəlir, ona hazırlaşmaq üçün Rəcəb ayı bir qapıdır. Rəcəb ayı Allah ayıdır. Şəban ayı Peyğəmbərin ayıdır. Ramazan ayı da ümmətin ayıdır. Belə bir təsnifatda var.